İranda foto çəkdirməmək üçün xüsusi bir xəbərdarlıq edilib və bu rəsmi xəbərdarlığı diqqətinizə çatdırmaq istəyirik. 4 dekabr tarixli və Gündəm xəbərin efirində bir xəbəri diqqətinizə çatdırırıq. Belə ki, Rusiyanın Tehrandakı səfirliyi İrana səyahət edən rus turistlərə mühüm bir xəbərdarlıq eləyib. Gündəm xəbər axşam azı istinadən məlumat verir ki, bu barədə səfirlik özünün rəsmi Telegram kanalında bəyanat yayıb. Bəyanatda Rusiyalı vətəndaşlara İranda səfərdə olduqları müddətdə foto və video çəkilişlər etməmək tövsiyə olunub. Belə ki, diplomatik nümayəndəlik bildirir ki, bu tövsiyə mümkün qədər insidentlərin və ya qəsdən edilə biləcək qanun pozuntularının qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə bəyanatda həmçinin qeyd olunub ki, turistlərin yerli qanunvericiliyə ciddi riayət eləmələri, diqqətli və sayıq davranmaları da xüsusi tələb edilir.